Hoş gördük əziz dinləyicilər. Artıq Rusiya-Ukrayna arasındakı bu sülh sazişi dalana dirəndiyi heç bir kəsdə şübhə doğurmur. Amma bütün bunlara rəğmən Amerika yenə də Rusiyanın simasını qorumağa çalışır. Və nəzərə almaq lazımdır ki, dünənlərə Amerika nümayəndələrini Rusiya, Putin bir növ deyə yenə də 3 saat foyedə saxlamaqla təhqir etmiş oldu. Amma nədirsə, nəyin bahasınadırsa, nə vəd olunubsa və yaxud da bəzi insanların dediyi kimi görəsən doğrudan da Trump Putin'dən nədəsə asılıdırsa yenə də onun simasını qorumağa çalışır və onun simasını qorumağa çalışması Putində kifayət qədər güclü bir ehtiras yaradır və kifayət qədər də bu günləri revanş və yaxud da ki, tam surətdə irəliyə getməklə bir növ meydan oxumağa çalışır. Əlbəttə, bütün bu meydan oxumalar bugün Putinin düşdüyü vəziyyətə uyğundur. Bu bir psixologiyadır və heç vaxtı sən pis vəziyyətdə olduğunu deyə bilməzsən. Əksinə, güclü olduğunu deməlisən. Mənim hələ də gücüm var. Əgər Avropa istəyirsə, yenidən Avropa ilə də vuruşa bilərəm. Əlbəttə, bu günləri Rusiya çalışır ki, burada hər hansı bir Avropa ölkəsini də bir dişinə vursun, bir müharibəyə qaçsın. Çünki o, Ukraynaya uduzmaq, Ukraynaya məğlub olmaq kimi bir şeyi xalqına yedizdirə bilməyəcək. İstəyir bura daha da bir başqa bir millətləri, dövləti, Avropanı qatmaqla bildirsin ki, baxın, mən Avropa ilə vuruşuram və Avropa ilə vuruşub məğlub olmağı gözə almaq olar. İkinci bir məsələ, bütün bunun fonunda belə deyə, ABŞ-ın artıq Rusiya tərəfdə çıxış etmələrinə baxmayaraq, bu günləri NATO-nun Xarici İşlər Nazirliyinin görüşü keçiriləcəkdir Avropada. Bu görüşdə yenə də Avropanın daha ciddi surətdə təmərküzləşdiyini, Ukraynanın arxasında durduğunu gördük və yenidən 4 milyard dollar da pul ayırdı bunun üçün. Avropa Birliyi də 2 milyard dollar pul ayırdı. Yəni Avropanın Ukraynaya olan dəstəyi davam edir, amma sülh sazişi həqiqətən də ciddi bir dirənmə qarşısındadır və bu dirənməni gələcək günlərdə necə olacaq, buna əlbəttə ki, baxıb görəcək. Amma nəyin bahasına olursa olsun, yenə də o fikirdəyik ki, bugün Rusiyanın dayandırmağın, sülhə getməyin ən gözəl yolu Avropaya və yaxud da Ukraynaya yox, məhz Rusiyanın özünə qarşı təzyiqi artırmaq, Ukraynanı gücləndirmək, daha ciddi silahlar verməklə Ukraynanı Rusiyanın qarşısında qalib etmək lazımdır ki, Rusiyanı buna razılaşdırmaq mümkün olsun. Təşəkkür edirəm diqqət.